elə Mirşahin Ağayevin rəhbərlədiyi Real televiziyasında Mirşahinin vaxtı proqramında elə bu yaramazlarla bağlı çox ciddi, tənqidi bir veriliş efirə verilib. Biz Mirşahinin mövqeyini dəstəkləyirik. Hədəf olan insanlardan biri də Mirşahindir. Niyə? Çünki bunlarla mübarizə aparır. Sussan, danışmasan kimin səndən nəşinə qalır? Məsələn, mənim verilişimdə bu parça 19 oktyabrda efirə gedib. Ayağını nəinki Şuşaya, Laçına, Kəlbəcərə, Xocalıya, Ağdama, Füzuliyə, Zəngilana, Cəbrayıla, Qubadlıya, Hadruta, heç Qənimətlər Parkına, Zəfər tağına belə basmayan, artıq belə də deyə bilərəm, nümayişkara nə şəkildə bunu eləməyən, bəs sizcə nə eləməliyəm mən? Ya susmalıyam, boş verim geçsin deməliyəm, çünki vicdanlarını, qeyrətlərini itirmişlərin təxəyyülü murdarlıqdan ötürü sərhəd tanımır. Ya da şərəf və vicdan çatışmazlığından əziyyət çəkin iyrənclərin qarşısına məntiqimlə, həqiqətlə çıxmalıyam. Məncə, məntiq və həqiqətlə çıxmaq lazımdır. Səd və sipər kimi dayanmalı, bəyan eləməliyəm.